Yine bu videoda da sizə fərqli tip sualları izah edəcəm. Müxtəlif test toplularında olan ehtimal tipli suallar. Artıq bu suallar çox demək olar ki, çox qabağımıza çıxır. Başlayaq Codere test toplusundan səhifəni qeyd eləmişəm. Deməli, ikinci sualdan başlayıram. Orada birinci sual rahat idi. Ona görə 2-dən başladım. Belə ki, bizə müxtəlif belə rəqəmlər verir. Deyir ki, bu rəqəmlərdən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli ədəd düzəltmək olar. 3 rəqəmli dediyinə görə təbii ki 3 mövqe düşünürük. 3 mövqe və 3 mövqeyə gələ biləcək neçə dənə ehtimal var ona baxırıq. 6 dənə rəqəmim var. Deməli, bura 6 dənə ehtimal gələ bilər, amma rəqəmlərin içində 0 da olduğuna görə biz bilirik ki, ədəd 0 ilə başlaya bilməz. Ona görə bura gələ biləcək ehtimal sayı 5 dənədir. Daha sonra təkrarlanmayan dediyinə görə burada gələn burada artıq istifadə oluna bilməz. Amma 0 burada yox idi, artıq burada olacaq. Ona görə bu ehtimal sayı yenə də 5 dənə olur. Ən sonuncu isə burada olan, burada ola bilməz. Yəni ki 4 dənə. Bu da eləyir bizə deməli 100 dənə biz belə ədəd düzəldə bilərik. Bax belə. Bəli. Daha sonra yenə 0, 1, 2, 3 rəqəmlərlə istifadə etməklə rəqəmləri təkrarlanmayan bu səfər fərqli bir məhdudiyyət də qoyub cüt. Yəni, haçan ki bizə müəyyən bir mövqeyə konkret bir məhdudiyyət qoyur, bir şərt qoyur, biz o mövqeyə də, necə deyim, ehtiyatlı olmalıyıq. Belə ki, məndə burada cüt deyir. Cüt olması üçün, təbii ki, ədədimin cüt olması üçün sonuncu rəqəm cüt olmalıdır. Rəqəmlərdən də cüt olanlar 0-dır, 2-dir, 4-dür. Mən bunların ayrı-ayrı ehtimallarını tapıb sonra cəmləməliyəm. Sonu 0 ilə bitən, baxıram ki, ədədlərin sayı neçə dənədir? Əvvələ 0 gələ bilməz. Ona görə burada 5 ehtimal olacaq. Ortada artıq 0 gələ bilər, amma əvvəldə gələn bura artıq gələ bilməyəcək. Dolayısıyla yenə də 5 ehtimal olur burada. Daha doğrusu üzr istəyirəm, 4 ehtimal olur. Yəni burada da 1 ehtimal var. Bu eləyir 20 dənə. 20 dənə burada ədəd əmələ gələ bilər. Sonra burada birinci mövqeyə artıq 2 gələ bilməz. Çünki deyib təkrarlama. 0 da gələ bilməzdi. Ona görə birinci yerə qalır 4 dənə. Deməli, birinci yerə qalır 4 dənə ehtimal vurulsun. İkinci yerdə də nə birinci yerdə gələn gələ bilər, nə də ki 2 gələ bilər, amma artıq 0 gələ bilər. Ona görə say yenə də 4 olmuş olur. Burada da onsuz da ehtimal sayı bircə dənədir. Bu da bizə verir 16 dənə ədəd. Demək olar ki, üçüncü situasiya ikinci situasiyanın eynidir. Yenə 4 gələ bilməz, 0 da gələ bilməz. 4 dənə ehtimal qalır. Bura artıq 0 gələ bilməz. Əvvəldə olan, daha doğrusu 0 gələ bilər, əvvəldə olan gələ bilməz. Burada da bircə dənə ehtimalımız var. Yenə də 16 ehtimal da buradadır. Dolayısıyla totalda eləyir 52 dənə biz belə ədəd düzəldə bilərik. Daha sonra 3, 4, 8 rəqəmlərindən istifadə etməklə 8 rəqəminin təkrarlanmadığı neçə 3 rəqəmli ədəd düzəltmək olar? Bunu biz adətən modelləşmə mövzusunda görürük bu tip sualları və ağac informasiya modeli ilə həll etməliyik. Amma bəzən ağacla həll etmək istəmirsiniz, bilmirəm niyə. Mən hər ikisini göstərim. Belə ki, əgər ağac informasiya modeli ilə həll edəsi olsaq bu sualı, birinci mövqedə belə deyək də 3, 4, 8, yəni yüzlük mərtəbəsi 3, 4, 8 ola bilər. Bunun mənə deyir 8-i təkrarlama. 8-i təkrarlamayacamsa heç nə. Yüzlük 3 olanda bunun onluğu yenə də 3-də, 4-də, 8-də ola bilər. Həmçinin 4 olanda da yenə 3-də, 4-də, 8-də ola bilər. Amma 8 olanda buradan 2 qol çıxır. Ya 3 ola bilər, ya 4 ola bilər. Sonra, belə deyim, yüzlüyü 3-dür. Onluğu 3-dür. Bunun təkliyi yenə də ola bilər. 3 də ola bilər, 4 də ola bilər, 8 də ola bilər. Həmçinin yüzlüyü 3 olub, onluğu 4 olanın təkliyi də yenə 3 də ola bilər, 4 də ola bilər, 8 də ola bilər. Amma artıq onluğu 8-dirsə, təklikdə 8 ola bilməz. Dolayısıyla ola bilər 3 və 4 ola bilər. Həmçinin burada problem yoxdur. 3 dənə, 3-də, 4-də, 8-də gələ bilər. Həmçinin burada da yenə 3-də, 4-də, 8-də gələ bilər. Burada amma artıq 2 qol çıxacaq bundan, 3 və 4. Burada da 8 artıq bir dəfə istifadə olunduğuna görə daha da istifadə oluna bilməz. Bax belə, bu qədər ədəd əmələ gələcək. Səhv etmirəmsə burada 20 dənə olmalıdır. Gəlin indi bunu ehtimallarla da yazaq. Belə ki, ehtimalla yazsaq, 8-i təkrarlamamalıyam. Onda belə düşünə bilərik də, 8 ya burada olacaq, ya 8-i bir dəfə burada istifadə edəcəm,
ya da 8-i bir dəfə burada istifadə edəcəm. Bir də heç 8 olmayan ehtimalı da saymalıyam. Əgər 8 burada gələcəksə, yəni bircə dənə ehtimal, geriyə qalır 2 ehtimal burada, geridə qalır. 2 ehtimal da burada, yəni buradan 4 dənə ədəd çıxır. Həmçinin burada da yenə 2 ehtimal buradadır. 8 ola bilər ancaq 1 ehtimal buradadır. Həmçinin burada da 2 ehtimal var. Dolayısıyla 4 dənə ehtimal da, 4 ədəd də buradan çıxır. Yenə burada da sildim səhvən. Yenə burada da 2 burada, 2 dənə də burada ola bilər, 1 dənə də burada, 4 ehtimal da buradan çıxır. Ən sonda isə 2 vur 2 vur 2. Yəni 8 ola bilməz, ancaq burada ola bilər bu qədər ehtimal, ancaq 3 və 4 ola bilər. Dolayısıyla burada da 8 toplayanda biz bəli yenə də 20-ni almış oluruq. Yəni belə də həll edə bilərsiniz. Artıq hansı sizə rahatdırsa. Daha sonra belə bir sual var. Yenə Kodera test toplusunda belə bir maraqlı sual var. Deyir ki, Kərəm A, B, C, D, Y, F hərflərindən istifadə etməklə 5 hərfli sözlər düzəldir. Bu sözlərdə A hərfi ya ikinci mövqe, yəni iki cür situasiya var burada. Birinci və ikinci. Ya A hərfi bu 5 əmələ ərsəyə gətirilən bu 5 hərfli sözdə A ya ikinci yerdə gələ bilər, başqa heç yerdə gələ bilməz. Toplamda 6 dənə hərf var. A burada gələ bilərsə, bura qalır 5 ehtimal. Buradakı ehtimal sayı 1-dir, ancaq A gələ bilər bu mövqeyə. Yenə burada da deməli, yenə burada da 5 burada gələ bilər. 5 burada, burada bir dənə də şərt verir. Deyir ki, hardakı, baxın bu, hardakı ikinci mövqeyə A gəlibdir, orada sözün sonu ancaq samit ilə bitə bilər. Samit də mən baxıram ki, neçə samitim var? 1, 2, 3, 4 dənə samitim var. Yəni bura gələ bilər 4 ehtimal. Toplamda ehtimal sayı eləyir 500 dənə. Buradan söz çıxır. Daha sonra isə indi ikinciyə baxıram. Deyir ki, A hərfi istifadə edilmədiklə hərflər təkrarlana bilməz. Aha, 1, 2, 3, 4, 5. A hərfi istifadə edilməyibsə, deməli mən burada 5 hərfdən istifadə edə bilərəm. 5 ehtimal olacaq. Burada gələn burada gələ bilməz, burada gələn burada gələ bilməz. Yəni ki, uzun sözün qısası bu bizə nəyi verir? 5 faktorial verir ki, o da eləyir 120. Toplamda 500 üstə gəlsin 120, yəni 620 dənə söz düzəldə bilərəm. Bax belə. Daha sonra belə bir sual var yenə Kodera test toplusunda. Deyir ki, Morze əlifbasından, Morze əlifbası bilirsiniz ki, belə nöqtə və defisdən ibarət olan, nöqtə və tirədən ibarət olan əlifbadır. Deyir ki, Morze əlifbasında ən azı 2, ən çox 4 siqnal olan neçə dənə simvol düzəltmək olar. Ən azı 2 dənə olan, yəni minimum 2 söz olmalıdır, belə deyək. 3 də ola bilər, maksimum isə 4 dənə olmalıdır. İndi Morze'də də cəmi cümlətanı 2 dənə simvol var. Bu bizə sanki bizim ikilik dünyamızı xatırladır, 0 və 1. Yəni 2 dənə ehtimal ola bilər burada. Dolayısıyla mən 2 dənəli ancaq 4 söz düzəldə bilərəm. Yəni məsələn 0, 0, 0, 1, 1, 0, 1, 1 kimi. Yəni. Sonra təbii ki, burada da yenə eyni məntiqdən 8 dənə buradan düzəldə bilərəm. Yenə də eyni şəkildə 2 vur, 2 vur, 2 vur, 2, 16 dənə də buradan əməli ərsəyə gətirə bilərəm söz. Toplamda mən 28 dənə sözmü deyim, siqnalmı deyim, düzəldə bilərəm Morze əlifbasında. Bax belə. Daha sonra belə bir sual var. Bu da maraqlı bir sualdır. Deyir ki, balkon hərflərindən ibarət, daha doğrusu bu hərflərdən ibarət 3 hərfli sözlər düzəldir. Hər sözdə B hərfi ən azı bir dəfə istifadə olunur. Yəni mütləq bircə dəfə B olmalıdır. Və 3 hərfli sözlər düzəldir bu. Birinci bunun rahat versiyasını göstərim. Yəni ən rahatı necə yaza bilərik bunu? Mən 3 hərfli, bax 3 hərfli 1, 2, 3. 3 hərfli 6, belə deyim, mümkün bütün ehtimal sayım 6 vur 6 vur 6'dır. Yəqin ki, razısınız bundan. Mümkün bütün ehtimal sayım 6 vur 6 vur 6. Yəni bu 216'dır səhv etmirəmsə. Daha sonra indi mənə deyir ki, bir dənə də heç B olmayan ehtimalları sayıram. Heç B olmayan ehtimalda 5 vur 5 vur 5'dir. Yəqin ki, bundan da razı olarsınız. Belə ki, bu da 125'i verir. Sonra da heç nə. 216'dan 125'i çıxaram. İçində bir dənə B olan, 2 dənə B olan, nə bilim 3 dənə B olan, digər yerdə qalan ehtimalları tapmış olaram.
Bu ən rahat üsulu, yəni 91 dənə belə söz var. Amma sizin ağlınıza ilk bu gəlmir. Siz ilk olaraq belə deyim də B-li versiyaları saymağa çalışırsınız. Orada da böyük bilmirəm harda səhv edirsiniz, amma hələ səhv edirsiniz nəsə ki. Bu ağlınıza gəlməsə, yəni digər versiya ilə gələndə belə yazmalısınız. 3 dənə belə deyim də B ya burada ola bilər. Ya bu B burada ola bilər. Ya burada ola bilər. Daha sonra bütün ehtimalları düşünməlisiniz burada. Sonra başqa necə ola bilər? B burada və burada ola bilər. Burada gəlməyə bilər. Daha sonra B burada və burada ola bilər. Daha sonra B burada və burada ola bilər. 7 dənə ehtimal olmalıdır. Biri nədir? Hər yerdə B ola bilər. 3'ü də B ola bilər. B, B, B. Bax, belə 7 cür ehtimalları biz tapıb cəmləməliyik. Belə ki bu uzun yoldur, amma yenə də bunu da eləyək. Belə ki, burada bir ehtimal, burada olacaq. Deməli, neçəsi hərfim var? 6. Deməli, 5 ehtimal burada, 5 ehtimal burada. Bu belə. Daha sonra yenə burada da hansı ki bu eləyir 25. Daha sonra yenə də 5 ehtimal burada, 1 ehtimal burada, 5 ehtimal da burada. Bu da eləyir 25 dənə. Sonra eyni şəkildə burada yenə 5 ehtimal burada, 5 ehtimal burada. Bu da bizə 25 verir. Yəni 75 dənəsini tapmışam artıq. Burada bircə dənə ehtimal var. 1 vur 1 vur 1. Bir dənə ehtimal da buradadır. Sonra yenə 1 vur 1 vur 5. Yəni 5 dənə söz də buradan bu şəkildə çıxır. Həmçinin yenə 5 dənə hərf bura gələ bilər. Burada da bir ehtimal, burada da bir ehtimal. Yəni 5 dənə ehtimal buradan çıxır. Eyni şəkildə burada da yəni 5 bura gələ bilər. Bax belə. Ya gərək belə tapasınız, ya da ki birinci göstərdiyim qayda ilə bunu da cəmləsəniz yenə də 91 dənə sözü yəni görəcəksiniz. Bax belə. Buna 2 cür yanaşa bilərik. Bu da belə. Sonra daha sonra yenə eyni şəkildə R test toplusunda bu tip bir suallar var. Belə ki deyir ki belə bir necə deyim, nə deyək buna, bir qurğumu, nəsə belə bir lampalardan belə bir mexanizm hazırlanıb. Belə ki bu mexanizmin işləmə məntiqi necədir? Bir ədəd daxil edilir. Deməli, bir ədəd daxil edilir. Bir saniyə. Karıştırdım bir-birinə. Daxil edilən, daha doğrusu ədəd deyil, bir rəqəm daxil edilir. Fikir verin, 5 daxil edilib. Əgər daxil edilən rəqəm burada olan, belə deyim də, rəqəmlə, daxil edilən rəqəm buradakindən daha böyükdürsə, fikir verin, 5 2-dən daha böyükdür. Mexanizmdə sarı işıq yanır. Əgər daxil edilən rəqəm buradakı ilə eynidirsə, mexanizmdə yaşıl işıq yanır. Daxil edilən rəqəm buradakindən daha kiçikdirsə, mexanizmdə mavi işıq yanır. Yəni buradan gördüyünüz kimi. Heç nə. Bu qaydalara, bunları yadımızda saxlayaraq sualları işləməliyik. İndi bax burada bu şəkildə 61-ci sual olmalıdır bu. Deyəsən burada qarışdı bir-birinə. Bax bu sual 61-ci sualdır. Deyir ki, hər iki şərti ödəyən neçə 5 rəqəmli mümkün natural ədəd biz tapa bilərik. Belə ki, fikir verin, burada 5 daxil edilibdir, mavi işıq yanıbdır. Mavi işığın yanması nə deməkdir? Mavi işığın yanması o deməkdir ki, burada 5-dən böyük nələrsə olub. Yəni 5-dən böyük ədədlərdə, rəqəmlərdə daha doğrusu hansılar ola bilər? Ola bilər 6, ola bilər 7, 8, həmçinin də 9. Eyni zamanda aşağıya da fikir verməliyik biz. Belə ki, 7 də daxil olunanda sarı yanıbdır. Yəni sən demə, buradakı 6 imiş ki, 6 rəqəmi imiş. 6 olanda 5'ə mavi, 7'ye isə sarı işıq yanıbdır. Daha sonra bu belə, yəni burada bircə dənə ehtimal var ki, o da 6'dır. 6 rəqəmi gələ bilər bura. Daha sonra növbəti yenə sarı işıq yanıbdır. Sarı yanıbdırsa, bu o deməkdir ki, bura daxil edilən, yəni 5'dən kiçik nəsə olubdur. Daxil edilən, daha doğrusu buradakı 5'dən kiçik nədirsə, bu sarı işıq yanıbdır. Kiçikdəki rəqəmlər təbii ki 0'dır, 1'dir, 2'dir, 3'dür, 4'dür. Yəni bunlardan biri oldu. 5 ola bilməz. 5 olsaydı çünki yaşıl yanardı. Aşağıda da eyni şəkildə 7 daxil edəndə sarı yanıbdır.
Bu da deməkdir ki, yenə də aşağıya 7-dən necə deyək, kiçik rəqəmlər daxil edilib ki, bu da yenə də 0, 1, 2, 3, 4, 5, 6, 6-ya qədər ola bilər. Amma mən təbii ki 5 və 6-nı götürə bilmərəm. Düzdürmü? Çünki 5 və 6 yuxarıdakı şərti ödəmir. Yəni bu ikisinin kəsişməsini götürməliyəm. Dolayısıyla mənim şərtimi ödəyən rəqəmlər 1, 2, 3, 4. Bax, bu 5 dənə rəqəm mənim şərtimi ödəyir. Həm yuxarıda, həm aşağıda. Həm yuxarıda, həm aşağıda şərti ödəyənlər bizə lazımdır. Digər tərəfdə də eyni şəkildə yenə həmçinin, yəni eyni şeydir, təkrarlamıram. Daha sonra 4-cü mövqedə məsələn neçə daxil olunub ki, burada mavi yanıb. Biz başa düşdük ki, deməli daxil edilən, daha doğrusu buradakı daxil ediləndən daha böyükdür ki, burada mavi yanıb. Daha da böyük təbii ki 6-dır, 7-dir, 8-dir, 9-dur. İndi eyni şey aşağı üçün də, aşağıya da baxıram. Neçə daxil edib ki, burada mavi yanıb, yəni 8 və 9 ola bilər bu. Deməli 6-7-ni sıradan çıxardırıq, 2 dənə ehtimal qalır bizə. 8-9 daxil edilib ki, həm yuxarıda, həm aşağıda mavi işıq yana bilibdir. Biz bunların yəni kəsişməsini götürürük. Sonda da eyni şəkildə yenə bayaqkilarla eynidir, yəni 0-dan 4-ə qədər. Əgər mənə burada desəydi ki, mümkün hər iki şərti ödəyən neçə 5 rəqəmli natural ədəd var deyir. Əgər yuxarıda təkrarlanmayan sözü işlətsəydi, mən onda birinci mövqeyə bir dənə ehtimal gələ bilər, hansı ki o 6-dır. İkinci mövqeyə 5 dənə ehtimal gələ bilərdi. Nə bilim, üçüncü mövqeyə yenə 5 ehtimal gələ bilərdi. Dördüncü mövqeyə 2 dənə ehtimal gələ bilərdi və sonuncu mövqeyə yenə 5 ehtimal gələ bilərdi. Belə hesablaya bilərdim. Əgər mənə deməsəydi ki, təkrarlanmayan. Amma təkrarlanmayan sözü işlətdiyinə görə birinci yerdə 1, 6 gəlir heç. İkinci yerdə 5 gəlir. Çünki bu 5-in 5 rəqəmdən biri əvvəldə yox idi onsuz da. Üçüncü yerə isə artıq 4 dənə gəlir. Çünki buradakılardan biri əvvəldə artıq istifadə olundu. Sonraki bu 8-9 əvvəllərdə istifadə olunmayıbdı. Ona görə burada 2 dənə ehtimal elə qalır. Burada isə bu 5 rəqəm artıq əvvəldə 2 dəfə istifadə olunduğuna görə bunu 2 dəfə verdiyimdə 2 dənə azaldıram. 3 dənə ehtimal da bura gələ bilər. Dolayısıyla toplamda 120 dənə bizim belə ehtimalımız ola bilər. Yəni ki, C bəndi. Bax, belə bir maraqlı, fərqli sual. Daha sonra eyni belə deyim də, qəbildən olan, bu da maraqlı bir sualdır. Deyir ki, belə bir yenə eyni mexanizmdir, eyni şəkildə 5 rəqəmli yenə natural ədəd var burada. Burada olan 5 rəqəmli natural ədəd, bax, bir rəqəmlə belə reaksiya veribdir. Birinci yerdə hansı rəqəm dayanıbsa, bir gələndə yaşıl yanıbdır. Bayaq da bizə nə demişdi? Eyni olanda yaşıl yanır. Deməli, sən demə, burada daxil edilən elə 1 imiş ki, burada yaşıl yanıbdır. Vəssalam. Elə burada da şərtlərimiz ödəyir. Daxil gələn burada olandan böyükdür. Ona görə sarı yanıbdır. Hər üç şərtimizi ödəyir. Sən demə, bu natural ədədin ilk rəqəmi 1 imiş. Daha sonra neçə daxil edilib ki, yəni daha doğrusu bu natural ədəddə burada nə dayanıb ki, birdə bu mavi yanıbdır. Deməli, burada birdən böyük nələrsə var. Birdən böyük də ki, təbii ki 2, 3, 4, 5, 6, 7, 8, 9 belə gedir. Həmçinin aşağıda da mavi yanıbdır. Yəni ki, bizim ehtimallarımız azaldı. Ya ancaq 7, 8, 9 ola bilər. Aşağıda isə 8 daxil ediləndə burada sarı yanıbdır. Bu da o deməkdir ki, bizə ancaq qalır hansı ehtimal? Ancaq 7 ehtimalı qalır. Yəni, beləliklə sən demə burada 7 imiş. Yəni, ikinci rəqəmdə tapdım. Üçüncü rəqəmdə deyir ki, sarı yanıbdır. Sarı yanıbdırsa, deməli, daxil burada olan gələndən daha kiçik olubdur. Burada ancaq bir ehtimal qalır ki, 0. Yəni, birdən kiçik ancaq 0-dır. Demək ki, natural ədədin bu mərtəbəsində də 0 dayanıbmış. Daha sonra yenə burada nədirsə, biri görəndə mavi yanıbdır. Deməli, yenə 2, 3, 4, 5, 6, 7, 8, 9 belə gedə bilər. Həmçinin 6 olanda da burada mavi yanıbdır. Bu da deməkdir ki, burada olan 6-dan böyük nədirsə, yəni 7, 8, 9 ola bilər. Həmçinin bu 8-də də mavi yanıbsa, artıq yerdə bir ehtimal qalır. Sən demə, burada olan rəqəm 9 imiş. Yəni, çünki 8-i görəndə, yəni 8-dən böyük ancaq 9-dur da. Bax belə. Sonuncuda isə heç başqa nələrsə baxmağa ehtiyac yoxdur. 8 olanda burada yaşıl işıq yanıbsa, sən demə, burada elə 8 imiş. Bax belə. Bizim natural ədədimizi biz bir araya yığdıq. Sonra da bizə burada deyir ki,
B üstəgəl C üstəgəl D-nin cəmini tap. Bu belə idi də. A, B, C, D, Y, B, C və D-nin cəmi eləyir 16. Hani 16? Bax belə. Y bəndi. Daha sonra yine belə bir sual var. Deyir ki, yarışçı 2 rəqəmi deyəndə bütün lampalar mavi, 8 deyəndə isə hamısı sarı yanır. Yəni 2 deyəndə hamısı mavi yanıbsa, bu deməkdir ki, deməli burada hansılar olubdu? Yəni 3, 4, 5, 6, 7, 8, bir də 9. Yəni 2 deyəndə hamısı mavi yanıbsa, deməli burada 2-dən böyük olanlar olub. 8 deyəndə isə hamısı sarı yanıbsa, bu da deməkdir ki 8-dən kiçik nələrsə olub. Yəni yerdə qalır 3, 4, 5, 6 və 7. İndi deyir ki 4 deyəndə bəs nə baş verəcək? Təbii ki 4 deyəndə baxırıq. Bir dəfə yaşıl yanacaq, çünki bir dənə 4 olacaq. Sonra 4-dən kiçik bir dənə rəqəm var deyə bir dəfə sarı yanacaq və 3 dəfə də deməli mavi lampa yanacaq. Yəni bax C bəndi. Belə. Daha sonra bu sualda atdım. Düzü çox görmüşük bu sualı, amma yenə də bir üzərindən keçək. Bu da ehtimala aid sualdır. Avtomobil nömrə nişanları deyir, hərf rəqəm kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan cəmi 74 variant var. Belə ki, birinci yerə gəlir seriya, ikinci yerə gəlir hərflər, sonra gəlir rəqəmlər. Burada 74 ehtimaldan biri gələ bilər. Burada, bax burada bir nümunədə veribdir hətta. Hərflər gələ bilər ki, hərflər də 26-lıq İngilis əlifbasının böyük 2 hərfindən söhbət gedir. 26 ehtimaldan biri bura, 26 ehtimaldan biri bura gələ bilər. Sonra rəqəmlərdəki mümkün 10 dənə rəqəmimiz var. 10 ehtimaldan biri bura, 10 ehtimaldan biri bura, 10 ehtimaldan biri də bura gələ bilər. Toplamda bu eləyəcək 76 vurulsun, 26 üstü 2 vurulsun, 10 üstü 3. Bax bu qədər mümkün kombinasiya var. Desək ki, sırf bir rayonu desə, 74-ün yerinə bir qoyarsınız. 2 rayonun avtomobil nömrə nişanlarının sayı desə, bura 2 qoyarsınız və s. bu minvalla davam edir. Və burada ən sonuncu, düzdür, buna bənzər baxdıq, amma yenə də 5 rəqəmli deyir. 5 rəqəmi ilə başlayan, 7 ilə bitən 5 rəqəmli neçə dənə ədəd var? Yenə 1, 2, 3, 4, 5 mövqeyi. 5 ilə başlamalıdır bu, 7 ilə bitməlidir. Yəni bir ehtimal buradadır, bir ehtimal da buradadır öz yerində. Bizim də cəmi cümlətanlı 10 dənə rəqəmimiz var. 10 rəqəmdən ikisi getdisə, onda 8 dənəsi bura gələ bilər. Təkrarlanmayan dediyinə görə 7 dənəsi bura gələ bilər. 6 dənəsi də bura gələ bilər. Bunlar da bir-birinə vurduğumuz zaman neçə alırıq görəsən? İnşallah ki 336 alırıq. Yəni cavab bax bu şəkildə. Belə.